deməməyin zamanı gəlmişdir. Nə deyirlər? Çünki ora Türkistandır, Azərbaycandır. İran siyasi hakimiyyətindən söhbət gedə bilər, İran adlı siyasi hakimiyyət. Amma coğrafiyadan danışırıq, sonra Azərbaycan da Türkistandır. Bunun dışında da hansı bir yer yoxdur. Azərbaycanda baş verib olaylar. Azərbaycan siyasi hakimiyyətini, Türk siyasi hakimiyyətini qəsb edən qüvvələrin sorumluluğu var. O hakimiyyət ki, 1925-ci ildən bu yana Azərbaycan xənadanlığını ələ keçirib, Türk xənadanlığını əl qoyub, İngilis çətələrindən birlikdə və o gün bugün etnik anlamda azınlığın çoxunluq üzərində bir hakimiyyəti qurulub ki, ziddiyyətlərin məhz kökündə də durur. Bəli. Əgər 1925-ci ildə azınlıqda olan bir toplum çoxunluq üzərində hakimiyyəti qurulmasaydı, İran təbii ki, fərqli bir siyasi mənzərənin içərisində olacaqdı. Azınlıq çoxunluq üzərində hakimiyyət qurduğuna görə o dövləti, yəni o siyasi rejimi qorumaq üçün yalnız və yalnız yol diktaturadan keçən bir yol olmalı idi ki, yönetim ancaq diktatura yoluna idarə oluna bilər. Əgər sərbəstlik verilsə, təbii ki, çoxunluq öz sözünü deməlidir və nəticədə fərqli bir siyasi mənzərə almalıdır.